Bakıda və Abşeron yarımadasında martın 31-i hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, gecə və səhər duman olacaq, şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 7-10, gündüz 12-17 dərəcə isti olacaq. Naxçıvan ərazisində də sabah gün ərzində, xüsusən də axşama doğru bəzi yerlərdə arabir yağış yağacaq, temperatur 9-11 dərəcə isti gözlənilir. Bəzi rayonlarda hava arabir yağıntılı olacaq, ayrı-ayrı yerlərdə intensivləşəcək, dağlıq rayonlara qar yağacaq, şimşək çağacaq, axşam yağıntılarda fasilə olacaq, bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 8-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti olacaq.